Hamınızı salamlayıram, gününüz xoş keçsin. Bugün peşəkar burger çörəyi hazırlayırıq. Üstəlik, burada Yaponların xüsusi tangçong üsulundan bəhs edəcəm. Hansı ki, çörəklərinizi başqa bir səviyyəyə qaldıracaq. Restoranda yediklərinizdən belə çox daha ləzzətli çörəkləriniz alınacaq. Tangçong maye və undan ibarət olur. Mənim reseptimdə süd olduğu üçün mən süddən də istifadə etdim. Bunun üçün bir tavaya soyuq suyu, südü və unumu əlavə edirəm. Unu tam həll olana qədər qarışdırıram. Daha sonra orta ocaq üzərində qatılaşıb bir növ xəşil halına alana qədər qarışdırıram. Budur, tangçong hazırdır. Bir gün soyuducuda saxlayıb istifadə etsəniz daha mükəmməl nəticə əldə edəcəksiniz. Ona görə də mən əvvəldən hazırladığım tangçong istifadə edəcəm. Xəmir üçün 2 ədəd yumurta qırıram, qarışdırıram. Sonda çörəyin üzərinə çəkmək üçün 2-3 yemək qaşığı ayırıram. Bir qaba mütləq ilıq olmaq şərti ilə su, süd, yumurta, duz, şəkər tozu, maya və hazırladığım tangçongu əlavə edib qarışdırıram. Daha sonra unu yavaş-yavaş əlavə edərək xəmir yoğururam. Və digər əsas məsələ, xəmir toparlandıqdan sonra üzərinə otaq temperaturunda yumşalmış kərə yağı əlavə edib yenidən yoğurmağa davam edirik. Bu mərhələdə xəmir parçalana bilər, amma yoğurduqca yenidən toparlanacaq. Yoğurun. 10 dəqiqə, 15 dəqiqə, bacardığınız qədər xəmiri yoğurun. İnanın ki, bir o qədər gözəl geri dönüş edəcək sizə. Yaydığım xəmiri qaba yerləşdirib, üzərini yağlayıb, streçlə bağlayıb mayalanmağa qoyuram. Və tam 1 saatdır ki, xəmirim mayalanır. Xəmirimi 9 bərabər hissəyə böləcəm. Təxminən 92-93 qramlıq 9 ədəd kündəm alınacaq. Boğça şəklində büküb, daha sonra top halına salıb kündəliyirəm. Kündələrimi yağlı kağız sərdiyim soba listinə yerləşdirirəm, amma aralarında məsafə qoyun ki, bişərkən qabarıb bir-birinə yapışmasın. Listə yığdıqdan sonra üzərindən bir qədər basıram ki, qabararkən daha yaxşı şəkil alsın və çörəyin üzərini bağlayıb yenidən mayalanmağa qoyuram. Üzəri üçün yumurtaya 1 çay qaşığı bitki yağı əlavə edirəm. Mayalanmış kündələrin üzərinə yumurta çəkirəm, amma axıtmadan çox incə çəkilməlidir. Sonda da üzərinə biraz küncüt səpib sobaya bişməyə göndərirəm. Və burger çörəklərimiz artıq hazırdır. Bu üsulla evdə özünüz yumşaq, həm də çox ləzzətli peşəkar burger çörəyi hazırlayacaqsınız. Burger çörəyini çox hazırladıqda adətən paketdə buzluğa yerləşdirirəm. İstədiyim zaman çıxarıb isitdikdə yeni kimi yumşaq olur. Hazırlayan hər kəsə nuş olsun.